Salam uşaqlar, bugün 20 sınaq işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. 19-cu sınağımızda uşaqlar, gəlin qulaq asaq. Bizim mətnimiz, audio mətnimiz var. Прослушайте текст и выполните задание с 1 по 6. История книги началась с появления письменности, когда первые литературные произведения стали записывать на листьях, глиняных табличках, коре деревьев. В средние века каждую книгу переписывали от руки. И только в 15 веке немецкий книгопечатник Йоган Гутенберг изобрел печатный станок. Это изобретение оказало огромное влияние не только на европейскую культуру, но и на всемирную историю. В наши дни в мире ежегодно публикуются миллионы книг на разных языках. У каждого читателя есть свой любимый жанр, соответствующий его вкусу и характеру. Есть художественные и научно-популярные книги. Сюжеты художественных книг придумывают сами писатели, но некоторые книги могут быть основаны на реальных событиях. Художественная литература включает в себя разные жанры: исторические, приключенческие и фантастические романы, произведения фэнтези, повести, рассказы, комедии, трагедии. Поэты создают разные поэтические произведения: лирические стихотворения, баллады, поэмы. Научно-популярные книги содержат реальные научные факты. Их авторы, ученые, в доступной форме пишут о научных явлениях. Научно-популярная литература включает энциклопедии, словари, статьи, очерки, мемуары. Tak, uşaqlar, indi mən tərcümə edim bu mətni, görək söhbət nədən gedir. Deməli, deyir ki, kitabın tarixi yazının yaranması ilə başlamışdır. İlk ədəbi deməli əsərlər yarpaqlar, gil lövhələr və ağac qabığı üzərində yazılırdı. Orta əsrlərdə hər kitab əl ilə köçürülürdü. Yalnız 15-ci əsrdə deməli Alman kitab çapçısı Johann Gutenberg çap maşını ixtira etmişdi. Bu ixtira təkcə Avropa mədəniyyətinə deyil, həm də dünya tarixinə böyük bir təsir göstərdi. Deməli, müasir dövrdə dünyada hər il müxtəlif dillərdə milyonlarla kitab nəşr olunur. Hər oxucunun öz zövqünə və xarakterinə uyğun sevimli janrı var. Bədii və elmi populyar kitablar mövcuddur. Bədii kitabların süjetlərini deməli yazıcılar özləri yaradır, lakin bəzi kitablar real hadisələr əsaslana bilər. Bədii ədəbiyyatda müxtəlif deməli janrlar daxildir. Tarixi, macəra, fantastik, romanlar, fantezi əsərləri, povest, hekayə, komediya, faciələr. Şairlər müxtəlif poetik deməli əsərlər yaradırlar. Lirik şeirlər, balladalar, poemalar. Elmi populyar kitablar real elmi faktlar əhatə edir. Onların müəllifi alimlər deməli elmi hadisələr haqqında sadə və anlaşılan dildə yazırlar. Elmi populyar ədəbiyyatı ensiklopediya, lüğətlər, məqalələr, oçerklər və xatirələr daxildir. Gəlin indi deməli bizim birinci sualımız həmişə kimi əsas ideya burada nədir? Söhbət nədən gedirdi uşaqlar? Gəlin, deməli, mən belə deyək də tərcümə etdim. Lap Azərbaycan dilində də o şəkildə tapa bilərsiniz. Yəni, söhbət burada nədən getdi uşaqlar? Gəlin, baxaq. Əlbəttə ki, burada söhbət deyir ki, həyatımız müxtəlif janrı kitablar olmadan, belə deyək də, biz təsəvvür etmərik öz həyatımızı, yəni. Ona görə də нашу жизнь невозможно представить без книг различных жанров deyə biz bu variantını burada seçə bilərik. Дальше.
Определите неверное утверждение по тексту. Yani mətnə uyğun olmayan hansıdır? Gəlin baxaq. Deməli, birincidə. Сегодня ежегодно на разных языках публикуются миллионы книг. Düzdür. С появлением письменности началась история книги. Так, kitabın tarixi yazının yaranması ilə başlayır. Так, düzdür. Немецкий книгопечатный Йоганн Гутенберг жил в 15 веке. Bu da düzdür. Ученые придумывают сюжеты научно-популярных книг. Так, уже burada yox da. Bizdə D variantı. Çünki ne ученые, alimlər yox. Alimlər öz elmi kitablarını da belə deyək, məqalələri yazır. Ona görə bu D variantı burada deməli uyğun deyil. Определите верный ответ на вопрос. Что есть у каждого читателя? Hər oxucunun nəyi var deyə soruşur və əlbəttə ki biz deyəlim, yəni sevdiyimiz janr var da, nə var ki? Deməli biz deyə bilərik ki свой любимый жанр. B variantını seçirik. Так, дальше. Bu mətni həmişə kimi deməli kommentari bölməsində qoyacağım. Özünüz oxuyaraq və düzgün cavabı oradan tapa bilərsiniz. Yəni. Дальше. Дополните предложение со словами из текста. Немец Йоганн Гутенберг в 15 веке, 15-ci əsrdə neynədi? Йоганн, əlbəttə ki, печатный станок. İzabryol печатный станок. Düzdürmü? Çap, belə deyək də, maşını hazırladı, ixtira etdi. İzabryol. Так. Сейчас карандаш götürüm. Bu karandaşla yazım. Так. Изобрел печатный станок. Печатный станок. Изобрел печатный станок. Дальше. Какие поэтические произведения создают поэты? Deyir ki, şairlər hansı poetik əsərlər yaradırlar? Əlbəttə ki, lirические стихотворения, ballady, poemi də. Deməli, lirik şeirlər, balladalar, poemalar. Так. Yazaq lirические стихотворения. Так, sonra баллады и поэмы. Так, дальше. Напишите одно прилагательное из текста, которое характеризует слово явление. Явление, научные явления, да? Научные. Так. Yani ilmi hadiselərdə belə deyək. Так, дальше. 7-də в каких словах количество звуков и букв совпадает? Yani burada deyir ki, həmi səs, həmi də hərflər eynidir. Burada yazmışam. Deməli, onda 7-də bizdə B variantı uyğundur. 1, 2, 4 və 6. Сколько слов употребляется со словом начать? Başlamaq. Məsələn, соревнование, yarışı başlaya bilirsən, oyunu, konferensiyanı, disput başlaya bilərsən və müharibəni başlaya bilirsən. 1, 2, 3, 4, 5. Deməli, D variantı. Дальше. 9. В переносном значении употреблено выделенное слово в словосочетании. Deməli, məcazi mənada verilən. Светлое чувство. Çünki светлое платье-da, yəni açıq rəngdə bir dondur, məsələn, rəngdir, paltardır. Burada da deyir ki, ayaqqabıdır da. A здесь светлое чувство, yəni açıq bir rəngdə, belə deyək də, bir parlaq bir hissdə, belə deyək. Так, укажите неверное толкование слова. Burada da izahı düzgün verilməyib. Автор, издатель какого-нибудь произведения. Yox, müəllifdir və создатель какого-нибудь произведения. Автор. Это не издатель. Так, дальше. 11-də определите pары антоним. Antonimləri tapmalıyıq. Gəlin baxaq. Подробно, кратко. Внизу, наверху и мягкий, твердый. 11-də onda C variantıdır.
Так, 12'de. Укажите пары синонимов. Şimdi burada sinonimler tapmalıyıq. Так, сейчас посмотрим. Волноваться и беспокоиться. Narahat olmaq. Беседовать, разговаривать, danışmaq. 4 ve 5 E variantıdır. Укажите соответствие. Uyğunluğu tapaq. Он житель. Kişi cinsindədir. Она nasiya. Моя nasiya. Bu уже женский roddur. Onda 13'te deməli E variantıdır. Укажите правильный ответ. Веб-телевидение позволяет нам пользоваться чем? Deyirik də, biz sual verməliyik. Чем? Интернетом, чем электронной почтой, deməli, почтой какой-то, электронной, и вести что? Трансляцию в сети, deməli, D variantıdır. На какие вопросы отвечают выделенные слова? Так, сигналы с Земли и к спутнику. Deməli, hansı suallara deyir cavab verir. Gəlin baxaq. Что? Сигналы. Откуда? Hardan? Yerdən da с Земли и куда? К спутнику. Deməli, onda bizdə 15'te C variantı uyğundur. Что? Откуда и куда? Так, дальше. Наш автобус остановился. Dayanıb. Напротив филармонии. Üzbəüz филармония, üzbəüz. Вчера вечером мы поздно вернулись после концерта. Концерттан sonra biz çox gec qayıtdı. Экономика некоторых стран развивается за счет туризма. Aha. Yani burada deyir ki ekonomika некоторых стран развивается за счет turizma da. Yəni deyir ki bəzi ölkələrin iqtisadiyyatı turizm hesabına da ya sayəsində inkişaf edir də. Bu şəkildə deyə bilərik biz. B variantıdır. 17'de. Так, 17'de. В лесу мы слышали. В лесу мы слышали. Так. Как поют птицы. Еще так uşların oxuduğunu eşitdik. Мы старались идти тихо, потому что не хотели шуметь. Biz deməli səs-küy sakitcə, yəni gəzməyə çalışırdıq ki, sakitdə getməyə çalışırdıq ki, çünki səs-küy salmaq istəmirdik. Bəli. Нужно беречь природу, если мы хотим сохранить ее для потомков. Deyir ki, biz gələcəkdə, belə deyək də, meşələri qorumalıyıq. Əgər onları, demək, gələcək nəsillər üçün belə deyək də, yox. Necə olacaq? Нужно беречь природу. Biz təbiəti qorumalıyıq. Əgər onu, yəni təbiəti öz nəslimizə, belə deyək də, yəni belə deyim də bir də, təbiəti qorumaq lazımdır. Əgər onu gələcək nəsillər üçün saxlamaq istəyiriksə. Yəni belə düz olar yəni. Başa düşdünüz, nəysə. Так, 18'de. Дополните предложение. Новый год особенный праздник для многих людей. Yeni il birçok insan üçün xüsusi bir bayramdır. Ona görə də onlar həmişə, belə deyək də, əvvəlcədən etməyə, belə deyək də, hazırlaşırlar. Поэтому они всегда заранее готовятся отмечать его. G variantıdır. 19'da составьте предложение. Gəlin baxaq. Так, cümlə qurmalıyıq. Так. На конференции, harda deyirik də, на конференции. Дальше в
университете, harda, университетте, обсуждали, что делали? Так, обсуждали экологические проблемы планеты. Deməli, onda 19-da bizdə D variantıdır. Составьте текст. Mətni deməli düzəltməliyik buradan. Gəlin, mən onu oxuyum, tərcümə edim. Там они подолгу любуются работами художника. Onlar orada, belə deyək, rəssamın əsərləri baxırlar. Его картины широко известны во всем мире. Onun resimleri bütün dünyada geniş tanınır. Люди из разных стран посещают музеи, где есть его kартины. Müxtəlif ölkələrdə insanlar onun deməli rəsmlərinin nümayiş olunduğu muzeyləri ziyarət edirlər. Leonardo da Vinci один из самых великих художников. Leonardo da Vinci en büyük sənətkarlardan biridir də. İndi burada necə olmalıdır? Gəlin baxaq. Так, сначала мы будем говорить. Леонардо да Винчи один из самых великих художников. Ondan sonra его картины широко известны во всем мире. Люди из разных стран посещают музеи, где есть его картины. Там они подолгу любуются работами художника. Deməli, onda 20-də B variantı bizdə. Так. Bəli, 20-də B variantıdır. Укажите верный ответ на вопрос. Sual verilibdir və cavabın tapmalıyıq. Вы поедете послезавтра на пляж. Так. Siz bir günə plaja gedəcəksiniz. Поедете. Yəni nəqliyyatla da belə deyək. İndi biz onu deməli cavab olaraq deməliyik ki, bəli. Да, мы поедем послезавтра на пляж. Deməli, C variantı burada uyğundur. 22-ci sual belədir. Определите логически неверный вариант, yəni məntiqi cəhətdən, yəni səhv olan. Хорошее образование не помогает человеку в его работе. Yaxşı təhsil insanın işində deyir, kömək etmir. Niyə kömək etmir? Əlbəttə kömək edir. Deməli, burada səhv olur A variantıdır. Tak, mətnimizə keçək uşaqlar. Ondan sonra suallara cavab verərik. Так. Qara Qarayev, выдающийся азербайджанский композитор. Qara Qarayev görkəmli Azərbaycan bəstəkarıdır. Он один из самых достойных представителей национальной школы композиторов, прославивший нашу страну во всем mire. Deyir ki, o ölkəmizi bütün dünyada tanıtmış Milli Bəstəkarlıq Məktəbinin ən layiqli nümayəndələrindən biridir. Гараев создал монументальные музыкальные произведения, которые вошли в золотой фонд музыкальной культуры и считаются шедеврами мировой muziki. Yəni deyir ki, Qarayev musiqi mədəniyyətinin qızıl fonduna daxil olan və dünya musiqinin şah əsərləri hesab edilən möhtəşəm musiqi nümunələri yaratmışdır. Дальше. Qara Qarayev Абульфаз-оглы родился 5 февраля 1918 года в Баку в семье известного врача. Qara Qarayev oğlu, deməli, Qara Qarayev Abulfaz-oğlu 5 fevral 18-ci ildə Bakıda tanınmış həkim ailəsində anadan olubdu. Познание будущим композитором мира muziki началось с ранних лет. Yəni deyir ki, gələcək bəstəkarın musiqi dünyası ilə tanışlığı erkən yaşlarından başlayıbdı. Это было первое знакомство с замечательным искусством muğama, tворчеством aşuqov. Deməli, bu, belə deyək də, bu möhtəşəm muğam sənəti və aşıq yaradıcılığı ilə ilk tanışlığı idi. Так, дальше. Он также увлеченно слушал музыку основоположника азербайджанской оперы Узейра Gacıbeyli, произведение mировой muzikальной klasiki. Və deyir ki, o həmçinin, deməli, Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin musiqisini və dünya musiqi klassikasının əsərlərini böyük həvəslə dinləyirdi.
Дальше. В 1937 году Гарагараев поступил в Азербайджанскую государственную консерваторию. 37 ildə Гарагараев Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Ondan sonra в 1938 году он стал студентом Московской консерватории, обучение в которой успешно завершил в 1946 году. 38-ci ildə o deməli Moskva konservatoriyasının tələbəsi olur və 46-cı ildə тəhsilinə uğurla başa vurur. Природный талант и пройденная школа композиторского мастерства позволили ему стать гордостью азərbaycanского muzikального искусства. Və fitri istedadı və keçdiyi bəstəkarlıq məktəbi ona Azərbaycan musiqi sənətinin fəxri olmağa imkan verdi. В 1954 году композитор написал знаменитую песню нефтяников «Море». 54-cü ildə bəstəkar məşhur Xəzər neftçilərin mahnısını yazdı. Он создал прекрасную симфоническую поэму «Лейли и Меджнун», написал muzыку ко многим azərbaycanским кинофильмам. O gözəl Leyli və Mecnun deməli simfonik poemasını yaratdı. Bir çox Azərbaycan filmlərində musiqi bəstələdi. Его балеты «Семь красавиц», «Тропою грома» вошли в репертуар театров многих стран мира. Və onun 7 gözəl və ildırımlı yollarla baletləri dünyanın bir çox ölkələrdə teatr repertuarlarına daxil olubdu. Произведение Гарагараева бессмертны. Гарагараев əsərləri ölməzdir. Они живут сегодня и будут жить вечно. Onlar bugün də yaşayır və əbədi yaşayacaqlar. Так, теперь bizim deməli 23-cü sualımız. 23-cü sual əsas ideya nədir? Gəlin baxaq. Əsas ideya. Söhbət burada nədən gedirdi uşaqlar? Əlbəttə ki, Qaraqarayevdən gedirdi də. Yəni Qaraqarayev görkəmli Azərbaycan bəstəkarıdır və onun əsərləri dünya musiqinin şah əsəridir deyə biz deməli D variantını seçirik burada. Qaraqarayev выдающийся азербайджанский композитор, произведение которого является шедеврами мировой музыки. Yəni ümumi nədən danışılırsa onu seçməliyik. Какое утверждение не соответствует содержанию? Mətnə uyğun olmayan. Gəlin baxaq. Так, знаменитый композитор Гараев прославил Азербайджан во всем мире. Düzdür. Məşhur bəstəkar Гараев Azərbaycan bütün dünyada məşhurlaşdırıb. Düzdür. В 1937 году Гараев написал симфоническую поэму Лейли и Меджнун. 37-də deyir. Yazıq. Gəlin baxaq. Amma burada yazıb ki, tak, onsuz da 54'də uşaqlar. Ona görə də burada B variantı biz götürürük ki, burada səhvdir. Дальше. 25'də дополните предложение информации из текста. Mətnə görə deməli tamamlamalıyıq. Gəlin baxaq. Гордостью азербайджанского музыкального искусства Гараеву позволили стать. Deməli deyir ki, Qarayevin Azərbaycan musiqi sənətinin qüruruna çevrilməsi nə təkan oldu? Əlbəttə ki, onun istedadı da belə deyək. Təbii istedad və belə deyək də природный талант и пройденная им школа композиторского мастерства. Yəni bu da var cümlədə, mətndə. Дальше. Определите правильный ответ на вопрос. Почему Qaraqarayev является выдающимся азербайджанским композитором? Nəyə görə Qaraqarayev deməli görkəmli Azərbaycan bəstəkarıdır? Nəyə görə deyə soruşur. Əlbəttə ki, biz nə deyə bilərik? Qarayevin əsərləri musiqi mədəniyyətinin qızıl fonduna daxil olubdur da. Почему deyiriksə, nəyə görə? Əlbəttə ki, onda 26-da biz произведение Qarayeva вошли в золотой фонд музыкальной культуры deyə və G variantını seçirik. 27. Дополните предложение информации из текста, заменив в ответе не менее двух слов. Heç olmazsa ən azı 2 sözü dəyişməliyik. В 1938 году Qaraqarayev стал студентом Московской консерватории, которую... Так, сейчас посмотрим. Так... Стал Московской консерватории в 1938 году. Стал студентом Московской консерватории, обучение в которой успешно завершил в 1946 году. Və biz də yaza bilərik, məsələn, которую успешно окончил, успешно
Окончил. Bir neçə ildən sonra da окончил через несколько лет. Через несколько лет. Так. Дальше. Ответьте на вопрос, выразив свое мнение не менее чем в 3 предложениях. Как muzika влияет на человека? Belə bir sualdır, yəni açıq sualımızdır. Musiqi insana necə təsir edir deyiriksə, biz əlbəttə ki 3 cümlədə yazmalıyıq. Gəlin baxaq, Dimin öz, deməli yazdığım. С самого рождения человек слышит музыку. У каждого из нас есть любимые музыкальные произведения. Музыка помогает нам жить, лучше себя чувствовать. İndi ideya olaraq özümdə yazdım. Музыка влияет на настроение человека. Музыка может сделать его более радостным или спокойным. Она помогает расслабиться, снять стресс. Также музыка может вдохновлять. Так, все. Videonu dayandırıp yazabilirsiniz. Və keçən növbəti bizim, deməli, 29-cu суалымыза 4-cü абзаца. Выпишите из 4-го абзаца текста слово, которое означает большое стихотворное произведение на историческую, героическую или lirическую temu. Yəni deyir ki, tarixi, qəhrəmanlıq və ya lirik mövzuda böyük bir poetik əsərin adı nədir? Bax, onu tapmalıyıq biz. 4-cü deyir abzatsdan tapın. Yəni 4-cü abzatsda o söz var. Поэма sözü. Поэма. Так. Здесь будет у нас. Yani, belə deyəndə, что такое поэма? Поэма – это большое стихотворное произведение на историческую, героическую или лирическую temu deyə bu şəkildə. Və 30-da напишите из 3-го абзаца текста синоним слова удачно. Uğurla deməkdir də, yəni. Uğurla. Və 3-cü abzatsda deyir, o söz var. Tak, 3-cü abzatsda varsa успешно. Слово угурла. Успешно. Так. Успешно. Bu şəkildə. Belə uşaqlar, sağ olun, görüşərik.